toplantı ona göredir, bu tədbirimiz ona göredir ki, şəhidimiz sinif otağımızda qürurla bu şəhidimizin adını daşıyır. Şirinov Elmar Cəbrailoğlu. Onun martın 9'unda ad günüdür. Onun için bu tədbir təşkil olunub. Hamınızı salamlayırıq. Amana anamız da xoş gəlib. Çox sağ olun, şərəf verdiniz. Bu uşaqlar da ona göre bu tədbirdə çıxış edirlər və çox minnətdarıq. Bu silsilə tədbirlərimiz hər zaman davam edir. Uşaqlarımız da vətənpərvər ruhunda yetişirlər. Sağ olsunlar. İndi biz Xudayar təslifindən davam edəcəyik. Ondan sonra da şəhidlərimizin ruhunu bir dəqiqə sükutla yad edəyik. Dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Geçti xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü, dastana döndü. Deyirlər bülbülər çəmən yaxşıdır, insancıqlarə zərbətən yaxşıdır. Deyirlər bülbülər çəmən yaxşıdır, insancıqlarə zərbətən yaxşıdır. Şair sorma vətən, vətən yaxşıdır. Adı Gəncə könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən, vətən yaxşıdır. Adı Gəncə könlüm dastana döndü, dastana döndü. Şirinov olmakla bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Elmar Cəbrailoğlu 2002-ci il martın 9'unda Tovuz rayonunun Xatırlı kəndində anadan olub. 2008-2016-cı illərdə Tovuz şəhər Nəsrəddin Tusi adlı məktəb liseydə, 2016-2017-ci illərdə Mahir Ələkbərov adlı tam orta məktəbində təhsil alıb. Tovuz Peşə liseyini bitirmişdi. Subay idi. Elmar Şirinov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsində Qətər Azərbaycan Silahlı Qüvvələrinin en sayılı hərbi hissəsinə xidmət edir. Azərbaycan Silahlı Qüvvələrinin əskəri olan Elmar Şirinov 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elmar Şirinov noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Tovuz rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyev sərəncamları ilə 18 yaşlı əskər Elmar Cəbrailoğlu Şirinov Azərbaycan bayrağı ordeni vətən uğrunda cəsir döyüşçü şəraitə görə Şuşanın azad olunmasına görə, Kəlbəcərin azad olunmasına görə, Cəbrailin azad olunmasına görə medalları ilə tərtib edilib. Şəhid balası Azərbaycanı, zülmə cigələrin çırağı Elmar, şöhrətli adınla doğma elləri, fəxr edir hər daşı, hər dağı Elmar. Sən bir türk oğlu, baban Oğuz xan. Namusla, qeyrətlə yaşadın hər an. Vətən, oğul deyə hanqıran zaman oldun. Ana yurdun dayağı Elmar. Girdin savaşa, düşmənlər əlindən çək.
çəkdilər haşa. Salamlar göndərdin qohum qardaşa. Sevindi Tovuzun torpağı Elmar. Şanı almışıq dedin anana. Bu söz müjdə oldu Azərbaycana. Şan şöhrət gətirdin bütün Turana. Qaldırdığın zəfər bayrağı Elmar. Yaşasan Şuşanın çiçəklərində, məzahirin arzu diləklərində, sönməz milyonların ürəklərində. O çatdığı o qeyrət uzağı Elmar.